dərsimizi uşaqlar, bugün baxacağız say bölməsinə. Say bilin ki, biz sifətdə keçmişdik ki, yazılan məsəl üçün xeyli adam, bir də xeyli danışdı. Biz sifətdə demişdik ki, isimdən öncə gəlirsə sifət, fiildən öncə gəlirsə nə idi? Zərf. Bu saya da aiddir. İsimdən öncə gəlirsə say, fiildən öncə gəlirsə nədir bu? Yəni fiilə aidsə nədir? Zərf. Aysa zərf, miqdar zərf. Başa düşdünüz? Və deyirəm, məsəl üçün az oxu, çox məsəl üçün çox oxu. Elə bir şey yazaq. Az nədir burada? Hansı qisəsi, çox hansı qisəsidir? Az sənədir. Aha. Çox nədir? İndi burada antonim sözlər var. Bəli. Amma yazsam ki, az oxu, çox adam. Bəs burada antonim sifət sözlər var. Niyə? Qisət olmalı. Bəli, bir zərfli bir sifət. Aydındır. Mütləq ona fikir verin. Sonra bilin ki, sayın uşaqlar. İki məna var. Bax, testlər üçlü yazıda səhvdir. Biri miqdar saydır, biri sıra saydır. Aydındır. Miqdar sayı özü üç yerə bölünür. Müəyyən miqdar sayı, bir kəsr sayı. Bir sayı neçə məna var? Üç deməkdir. Üç, yox iki. Bax, qarışdırmayaq. Sayı neçə məna oldu xərcə? İki. Bəs miqdar sayı neçə məna oldu? Üç. Aydındır. Müəyyən miqdar sayı, qeyri-müəyyən kəsr. Birinci baxacaq uşaqlar, biz müəyyən miqdar sayından başlayacağıq. Yaddan çıxarmayın ki, müəyyən miqdar sayı, adı ilə üstündədir də, müəyyəndir. Aydındır. Adı üstündədir, müəyyəndir. Biləm 5, neçə deyirəm? 6 deyirəm. 5 deyirəm də. Belə konkretdir. Bu müəyyən. Bəli, yazıram 15. Müəyyəndir. Müəyyən miqdar sayıları quruluşsa yalnız sadə və mürəkkəb ola bilir. Bunun düzəltməsi filan yoxdur. Aydındır. Bu belə. Müəyyən miqdar sayından sonra gələn sözlər təkdə olmalı. Deyəm, məsəl üçün 5 kitab. Daha burada 5 kitablar yazılsa səhvdir. Aysun. Qrammatik normalın pozuntusu hadisəsi var. Necə? Orada rəqəm də bildirir, tamam. Yəni bilin ki, müəyyən miqdar sayından sonra gələn isimlər nədir? Təkdə olmalı, cəmdə olmur. Cəmdə bilir. Amma istisna var ki, yuvarlaqlaşdırılmış formada. Deyirəm, məsəl üçün 100 illər öncə, 1000 illər öncə. 100 burada müəyyən miqdar sayıdır. Amma bəzən bu cür olanda müəyyən miqdar sayından sonra gələn isimlər nə olur? Cəmdə ola bilər. 100 illər öncə, 1000 illər öncə, aydındır. Bu belə. Sonra müəyyən miqdar sayı ilə uşaqlar isim arasında, ümumiyyətlə sayla isim arasında numerativ söz deyə bir anlayış var. Numerativ sözlər amolimlik yaratmır. Bax, nə demək numerativ söz? Deyirəm, məsəl üçün 5 dənə kitab. İsimlər, kitab isimdir. Say arasında işlənən sözə nə deyilir? Numerativ söz. Numerativ sözlər kəmiyyət fərqi əmələ gətirə bilər. Nə deməkdir? Nə olasın? Yazıram 5 maşın, 5 maşın kitab. Uşaqlar, 5 dənə kitab nə qədərdir? 5 dənədir. Düzdür, 5 dənədir. Bəs 5 maşın kitab nə qədərdir? Gör, hər maşın, daha demək, hər 5 dənə maşına bir dənə kitab qoyurlar. Yox, hər maşına gör, nə qədər kitab yığırlar da. Demək, bunun hansında kəmiyyət fərqi əmələ gəldi? Say çox oldu. Maşın. Demək, burada isimlə say arasında işlənir. Maşın sözü burada numarativ sözdür və kəmiyyət fərqi əmələ gətirən numarativ sözdür. Belə numarativ sözlər var ki, qoşalıq bildirir, cütlük bildirir. Deyək, məsəl üçün, kostyum deyirik, 2 dəst olar, dəst kostyuma, 2 cüt ayaqqabı olar. Deyək ki, məsəl üçün, onların ailəsi 5 baş adamdır. 5 baş heyvana deyirlər. Bəli, burada nöqteyin olmanın pozuntusudur. 5 nəfər olmalıdır. Aydındır. Sonra, bu cümlə ola bilər ki, 5 nəfər adam gəldi. Bir də yazıram ki, 5 nəfər gəldi. Uşaqlar, numarativ söz hansında var?
Bəli, tamam. İsimdən say arasında işlənməlidir. Gəldi kim, nəfər? Zərf. Ha, yox, onu demirəm ki. İsim, say arasında söz var. Onda nəfər burada nümerli söz olar. Demək burada nümerli söz yoxdur. Aydındır? Hə, isim. Başa düşdünüz? Bizə isimlə say arasında işlənməlidir. Yaxşı. Bu belə. Mənə görə burada çətin bir şey yoxdur. Və dedik, müəyyən miqdar sayı qurursa necə olurdu? Sadə və mürəkkəb. O, ümumiyyətlə, sayıların quruluşu haqqında mənazı növləri danışana deyəcək. Sonra gələcək burada qeyri-müəyyən miqdar sayını, müəyyən miqdar sayını mənə görə çətin bir şey qalmadı. Rahatdır, hamısını dedik nə varsa, aydındır. Gələcək qeyri-müəyyən miqdar sayı. Qeyri-müəyyən miqdar sayıda uşaqlar, bilin ki, konkretlik yoxdur burada. Aydındır. Deyirəm məsəl üçün, xeyli adam nə qədərdir? Bilmirik. Və rəqəmlə ifadə etmək olmur. Aydındır. Və yaxud da ki, azacıq yemək. İsim kimi ha, yemək. Nə qədər azacıq var? Düzəltmə, acı şəkilsi burada düzəltmə. Bir çox kitab. Bir sıra, bir çox. Orada hem de canlanmış. Bəli. Qeyri-müəyyən miqdar sayarsan, yeganə növüdür ki, hə. Ben onda 6-7 kitabda giydim. Hə, deyəcəm. Ora təqribi sayıları deyəcəm. Qeyri-müəyyən miqdar sayarsan, yeganə növüdür ki, həm sadə, həm düzəltmə, həm də ki, mürəkkəb olur. 6-7 kitab müəllim, niyə ki müəllim qeyri-müəyyən? Bilmirsən, Yalnız aydındır. Deyəcəm. Sonra, o çəkilmir. Hə. Sonra. Sonra. Uşaqlar, bir sıra, bir çoxdan sonra gələn sözlər, isimlər nə olmalıdır? Yalnız cəmdə olmalıdır. Təkdə yazılsa səhvdir. Və yaxud da həm təkdə, həm cəmdə yazılsa səhvdir. Aydındır. Amma çox, çoxlu, Hem de yüzlərlə, minlərcə, bunlarla olanlardan sonra gələnlər Tək olmalıdır. həm təkdə də ola bilər, həm cəmdə də ola bilər. Amma bir sıra, biraz, bir qədər, Bunlar xeyli. təkdə olmalıdır. Bəli, bunlardan sonra gələnlər nədir? Anlaşılır. Təkdə olmalıdır. Aydındır. Bu belə. Daha sonra gələk təqribi təxmini miqdarı sayılır. Deyirəm məsəl üçün 5-6 Adam. nəfər adam. Uşaqlar. Bəli, burada qeyri-müəyyən. Bəli. Rəqəm ya 6 ya da 5 onun ikisini. Bilmirik, qeyri-müəyyən, təqribi təxmini miqdarı sayılır. Bəli. İndi deyin görün, burada nümerli söz var. Bəli, var. Bəli, nəfər. İndi testdə sizə Çünki deyəcək mən ki, adam, yəni Hayır. 2 dənə isim yox. çox, İsimlər rəsmə, sayın arasında. B yazacaq, məsəl üçün 1, C yazacaq, məsəl üçün C yazacaq, məsəl üçün 1, 2. İndi mənim sualım bu cürdür ki sizə. Hansı qeyri-müəyyən miqdar sayından sonra nümerli söz işlənə bilər? 1 2. Bəli. Daha bura çoxu görür deməyir ki, çox nəfər adam olmadı. Hə, bir də ola bilər. Ay, sağ ol. Amma Bir nəfər adam. mən nə dedim? Qeyri-müəyyən miqdar sayı. Bu, müəyyən miqdar sayıdır. müəyyəndir. Aydındır. Bəli. Başa düşdünüzmü? Ya 2 ya da. Bunlarda biraz diqqətli olun. Sonra. Başqa burada mənə görə çətin bir şey olmadı. Bilin ki, uşaqlar, az sözüdür, çox sözüdür. Bunlar ədadlarla işlənə bilir. Ən az maşın, ən çox maşın, aydındır. Lap az maşın, lap çox maşın. Bildin Xədicə? Hə. Get, qayıt bura. Kəsr. Hə? Kəsr. Nə varsa dedik burada. Mənə görə çətin bir şey yoxdur. Kəsr Sonra sayılar. tərslə. Uşaqlar, eyni yazılan sayılar bunlar. Kəsr deyil. Say deyil. Eyni yazılanlar say 2 2 3 3 4 4. Bunlar zərf. Yaxşı. İsmail olsun. Hə, 2 2 yox, İsmail olmur. Nətər isim var dərsən? 2 2 gəldilər. Daha burada zərfdir, say deyil. Yaxşı. Sonra başqa hamısını dedik. İndi axırda ümumiləşdirəcəm. Bura baxıram. Kəsr sayılar qaldı. Sıra sayılar. Hə, kəsr sayıları. Kəsr sayıları deyəndə ağlınızda nə olsun? Dadə yeri yaş şəkilçisi. 2-də 4 1. olur. Oha nələ? Onu deyirdi ki. Hə, 2-də 1. hə, ay yerə məsəl üçün 6-da 2. 2-də 1, 4-də 2. 2-də 1. Və yazışlar bu cür ola bilər. Aydındır. Və yaxud da ki,
Vergin. Belə 2 tam onda nə bilmirəm, belə Vergin aldı. oldu. Bu cür. Vergin. O da zaten 2 tam. Ha. Onda 6. Ay, kəsr sayıları qurulursa yalnız mürəkkəb olur. Sadə ola bilmir. Aydındır? Evet. Yalnız mürəkkəb olur. Və kəsr sayıları da mənsubə şəkilçisi ilə belə deyək də. 2'nin yarısı. Bəs belə 2-də 1-i, onların məsəl üçün 2-də 1-i bu cür olur. Aydındır? 2-də 1-i mənimdir. 1-i mənsubiyyətdə. Bilmem yarı. Pizza diyeyim bir. Hə? Pizza kitabı mühendisi. Yox, mənsubiyyət yiyənisin işlənə bilər də. İşlənə bilər də, problem yoxdur. Mənsubiyyət yiyənisin işlənə bilər. Aydındır? Çətin deyil. Müəllim, bir də kəsr sözləri müratif sözlər işləyə bilməz. Hə, kəsr sayıları bəli, numarativ sözlərlə işlənə bilmir. Sonra uşaqlar, sayı mənziləsini barədə. Yəni, miqdar sayıları və kəsr sayıları. İndi mən deyirəm, yox, miqdar sayıları və sıra sayıları. Miqdar sayılarını bitirdik. Qaldı sıra sayı. Sıra sayı deyəndə ağlınızda ıncı olsun, vəssalam. Birinci, ikinci. Deyirəm, axırda mən yanasan sayılar qursu haqqında şəkil çarpını danışır. Deyirəm, məsəl üçün birinci, quruluşsa yalnız deyəndə düzəltmə və 11-ci. Mürəkkəb ola bilər. Aydındır. Sıra sayından sonra gələn isimlər birinci sinif və yaxud da siniflər cəmdə də ola bilər, Təkdə təkdə. ola bilər. Bildir. Amma müəyyən miqdar sayından sonra gələn isimlər tək də olur. Birisi qeyri-müəyyənlər də var. Aydındır. Aha. Sonra uşaqlar bilin ki, sıra sayı, ümumiyyətlə sayılardan söz düzələ bilər. Məsələn, birdən birlik, isim düzəldimi? Bəli. Birdən birləşmək, fiil düzəldimi? Hə, məsələn, birdən birinci, say düzəldimi? Tələsmə, birdən biri, əvəzlik düzəldimi? Başqa hansı ses qaldı? Müəllim, bir xətt çəkib yazsaq. Müəllim, Necə? o da sıra sayı sayılır da. Necə qoş? Bir yazıb sonra xətt çəkib yazsaq, o da sıra sayı sayılır. Hə, də onlar deyəcəm, yazacağım deyəcəm. Sonra, Sonra. hə, fiil qoşmuşuq, sifət məsəl üçün ikilik, məsəl üçün, iki birləşmək, ikilik, aydındır. Bunlar nədir? Artıq sayılardan digər nitq hissələr düzəlir. Amma bilin ki, digər nitq hissələrindən say düzəlmir. İstisna vəziyyətdə sondur, filandır, Əlatdan düzəlir. Əvvəldir. əvvəldir. Bunlara ıncı şəkilçisini artırıb say düzəltmək olar. Əvvəlinci, sonuncu, filanıncı, aydındır. Amma digər nitq hissələrdən say düzəlmir. Sadəcə bunlarda nədir? Say düzəltmək mümkündür bu sözlərdən. Zərflər olur, aydındır. Bu belə. Daha sonra, gələk sayıların ümumi məsələlərə baxaq. Bilin ki, sayılar bizim sözlərdir, millidir. Amma alınma sayılar da var. Alınma, məsəl üçün, belə deyək də, 0, belə deyək də, 0, 80, sonra yazaq burada. Əldə var idi. Yox. Məsəl gələcək yuxarı, milyon, trilyon, üzü yuxarıda gəlirsə, onlar hamısından da alınmalı. Aydındır. Amma o belə məsələn qayda var ki, o eyni cinsi qoşa samit olanda alma sözü aiddir. Amma sayıların məsələn 7 sözü var. Eyni cinsi samitdir. Amma 8-dir, 7-dir. Bunlar millidir, özümüzündür. Yaxşı. Sonra say düzəldən şəkildə ıncını deyək ki, sıra say düzəldir. Məsələn lu var ki, çoxdan çoxlu kitab say düzəldə bilir. Daha yer yaşasın, kəsr saydır. Sonra məsəl üçün gələcək buradan larla şəkilçisi var ki, onlarla, yüzlərlə deyil, məsəl üçün onlarla kitab aldım. Deyin görüm, burada iki nitq hissəsi kimi düşünə bilərəm. Onlarla. Bir var ki, baxaq, onlarla getdim birlikdə kitab aldım, bir adamdır, şəxs əvəzdir. Bir də onlarla Say mənası nə olur? Elə say kimi, düzəltmə say olur. Aydındır, larla bütöv götürülməlidir. Burada da. Sonra larca var ki, bu da nə olacaq? Onlarca, aydındır. Bu da artıq nədir? Düzəltmə sayıları əmələ gətirir. Və leksik şəkilçilərdir. Ümumiyyətlə, qrammatik şəkilçilər bir isimlərdə olur, bir feillərdə. Yaxşı. Bu belə, bu da oldu say. Qaldı, görün nəyə demədiksə başqa.
Hamısı deyil. Quruluş. Hə, numarativ sözlər, numarativ söz yox. Rum rəqəmləri yazılan sayılar. Bax, məsələn bizim gündəlik işlətdiyimiz 1-dir, 2-dir, 3-dür. Bunlar ərəb rəqəmləridir. Amma məsəl üçün bu nədir? 5-dir. Düzdür? C 100-dür. M 1000-dir. D 500-dür. Sonra L 50-dir. Mən yazmaq istəyirəm ki 450 məsələn. 400 Bax, müəllim, onda 500 anadığını yazıram, 50 çıxanda sola yazıram, toplayanda sağa. Məhəmməd, bax, olacaq nə? Bu nə oldu? 450. Aydındır, rahatdır, çətin deyil. Sonra, bir də bu cür ola bilər. Deyirəm, məsəl üçün, tədbir, icras, saat 5-dədir. 5-dədir. Bax, bu cür yazılmalı problem deyil, düzdür. Aydındır. 5-dədir yazın. Hə, 5-dədir. Saat 5-dədir də bu cür. o da sıra saydı. Hə. Amma mən deyirəm ki, nə yaza bilərik? Onların ikisi gəldi. Olmaz. Onların fokus olmalı. İkisi gəldi. Bir. Belə Nasıl olmaz. yazılmamalıdır? Yaxşı. Numara gəlir. Rum rəqəmlər 5-ci deyilərsə, daha bura C şəkilçisini yazmalım. Yazmaq olmaz. Çünki elə bu özü ilə sıra məzmunu bildirir. Yaxşı. Hə, yox. Ümumiyyətlə, rum rəqəmlərdən sonra şəkilçilər olmaz. Aydındır, şəkilçi qoymaq olmaz. Bu belə. Sayıların cürəmləri dedik, hamısı dedik mənə çətinlik və sayıların amonimliyi qaldı. Bir sözü. Ya deyirəm ki, məsəl üçün, bir dayan görün. Həmən də mənasında. Nəsə, dayan. Bunun yerinə 2 qoy. 2 dayan görün olaraq. Və sonra. Demək, bu say deyil, ədatdır. Amma məsələn, biri elə işlədək ki, say kimi olsun. Bir kitab aldım, 2 kitab aldım deyə bilərmi? Bəli. Demək, say. Aydındır. Sonra, deyirəm məsəl üçün, bircə oğlum evləndirsə idi. Cədatdır. Bax. Bəli. İki düşə Müəllim burada ədatdır müəllim üçün. Bircə, yəni bir dənə oğlu var. İkinci oğlu deyə bilərəmmi? Yox, bir oğlu olur da, bir oğlu, bircə oğlu var. Demək, burada say kimi götürə bilərəm. Amma bütöv ədat kimlə? Bircə arzusu var da, bircə oğlu. Müəllim orada ədatdır müəllim, amma ədat kimi görür. Ədat kimi də bütöv düşünə bilərəm. Say kimi də düşünə bilərəm. Onu sözün kökü saydı, cədə. Hə, ədat olur, aydındır. Amma ədat kimi düşünsək, bütöv ədat olacaq. Yaxşı, bu belə. Daha sonra burada nə varsa hamısını dedik. 0-da 80 100 alamalar dedik. Mənə gəlib çətin bir şey qalır. İndi aslında çıxırsa, testlərdən çıxırsa qabağımıza baxacaq. İnsanın isimləşməsi qalır. İsimləşmə həll edilir də. Bax uşaqlar. Biz onun sifəti keçmiş olsa. Birincilər gəldilər. Gəldilər kim? Birincilər. Səni birinci siniflər demək istəyir. Burada sinif sözü yoxa çıxıb deyə cəm şəkilçisi qoşulub saya. Demək o avtomatik olacaq mübtəda. Aydındır. Bildin mi Xədicə? Bu da olduğu say. Mənə gəl çətin bir şey qalmadı. Son sayların amma az sözü yenə də gəlmək üçün az. Azmaq olar. Nədir? Az say. Yəni məsəl üçün azğın. Baxın uşaqlar. Azğın, bir də ki, azlıq. İndi sizə sual verəm ki, hansının kökü sayla amonimdir? İkinci azlıq. Müəllim, Söz kökü nədən uzaq? Söz kökü say. Saysa sayla sayılır. Bax, burada nədir? Feil. Sayla amonimdir deyirəmsə, bu demək feil olmalıdır ki, sayla amonim olsun. Bu feillə amonimdir. Bilir? Sayla Amonim olmalı və kökü saydısa, sayla amonim olsun, feil amonim olar. Kökü feildirsə, sayla amonim olmalı. Yaxşı.